Klasın amuzişi 1-ci bölüm. Kökümüz fadır. Əvvəl qismətin çalğısını çalaq, sonra keçək amuzişimizə. Bu çalğısı oldu. Keçək mizan be mizan amuzişimizə. Əvvəl mizanımız ruhanın döndərməsidir. Deyirik buna. Tikrar olanda da ruhanın döndərməsi deyəndə məncur bu tikədir. Bir dənə çəp mizrab redə vururuq. Bu halətdə. Birinci barmağı qoyuruq fada rast simlərin hamısına. Sonra 5-ci barmağı da qoyuruq üst simlə miyə. Fa-la miyi darama halətdə çəkirik yuxarı. Bu halət. Bəs oldu. Re bəzək oldu çəp mizrabla. Rast fa. Eləyə bilirik o reyi həsb edək. Elə fəqət fadan başlayaq. Bəs bu halətdə ya vura bilirik. Çəp rast əsəri re fa. Sonra fa mi darama. Ya da o reyi vurmayaq, elə əvvəldə barmağımızı qoyaq, fa vuraq, rast. Sonra fa mi darama halət. Bəs oldu. Ya bu cür sadə olsun, ya reysi də olsun. O rey gərək səri ola. Çəp mizrab ki reyi vurduq, bilafasilə fa rastı vuraq gərək. Sonra fa mi darama. Buna deyirik ruhanın o döndərmə halət, döndərməsi. Məsələn, ruhanın döndərməsi deyəndə əşarlarda da, o biri dərslərdə tozihə niyaz deyil. Bilə müşəxəs olacaq ki, yəni bir dənə fa vururuq, ya re fa, fa mi darama. Bundan sonra bir dənə fa rastı vururuq, rastı vurandan sonra fada 3-cü barmağla sol pərdəsinə işarə. Bu halə. Bəs fa mizrab dəyir. Sonra 3-cü barmaq işarə verir sol pərdəsinə. Kullun çalsam bu mizan belə olur. Gedək mizanı bədiyə. Yenə bir dənə döndərməni çalırıq re ilə. Da döndərməni çalmasını orada tozih vermişdim. Bildik. İndi 3-cü barmağı qoyuruq solda rast mizrab vururuq.